Salam. Bugün də düzbucaqlı, kvadrat, romb və onların xassələrindən bağlı toplu izahına baxacağıq. Bunun üçün ilk növbədə bir izahın üstündən yüngül keçək. Düzbucaqlı, kvadrat, romb nədir? Bundan qabaqki videoda paralleloqramı izah eləmişəm. Deməli, düzbucaqlının da uşaqlar qaydalar eynidir. A-nın qabağında A duracaq, B-nin qabağında B duracaq. Ona görə 2 dənə A üstəgəl B-dir. Rombda 4 tərəf var deyə, 4-ü də bir-birinə bərabərdir deyə 4 adı. Perimetr ümumiyyətlə tərəflərin cəmi deməkdir. Bunun da 4 dənə tərəf var, 4 dənə tərəfini toplayanda 4 ayırır. Birinci qaydanı hamı başa düşdü. İkinci qayda uşaqlar, dikini olan bir şeylərdə diaqonallar bir-birinə bərabər olur. Dikdirsə, bax. Düzbucaqlıda da dikdir, kvadratda da dikdir. Deməli, diaqonallar bir-birinə bərabərdir. Uzunluqları eynidir. Gözlə görünür. Amma məsələn, rombda baxın, bu diaqonal uzundur, bu biri diaqonal kiçikdir. Yəni, bərabər deyil. Amma düzbucaqlı ilə kvadratda bərabərdir. Diaqonallar təbii ki, iti bucağı əmələ gətirir. Burada. Düzbucaqlıda yəni 90 dərəcə əmələ gətirmir. İti bucağı əmələ gətirir. Amma sırf rombla kvadratda 90 dərəcə əmələ gətirir. Əzbərləyin, bax. Sırf rombla kvadratda 90 dərəcə əmələ gətirirlər. Amma düzbucaqlı ilə paralleloqramda yox. 90 yox, yəni iti bucaqlar. Bu ikisində iti, bu ikisində 90 dərəcə əmələ gətirirlər. Sonra düz bucaqlıda bu, biz düz bucaqlığını uşaqlar burada çəkirəm. Burası 90 dərəcədir. Tən bölmür. Məsələn, 90-ı 45-45 bölmür. Yəni, tən bölən deyil. Rombda amma tən böləndir. Məsələn, gəlin baxaq. Bir dənə romb çəkim. 1 minute. Aha, baxaq, bu rombdurmu? Rombun iti bucağı olsun 30 dərəcə. Bu diaqonal rombda həm də, uşaqlar, son ikisində həm də tən böləndir. Bax, ilk ikisində tən bölən deyil. Amma son ikisində həm 90 dərəcə əmələ gətirir, həm də tən böləndir. Bunları yadda saxlayın. Yəni, 30-u tən böləcək, 15-15. Rombda da belədir, kvadratda da 90-ı tən böləcək, 45-45 həmişə. Amma düz bucaqlıda uşaqlar 90-ı tən bölüb 45-45 eləmir. Baxın, tən bölən deyil. Məsələn, 90-ı 20-70 bölə bilər və s. bölə bilər, amma eyni bölmür. Rombdakı diaqonal və tərəf arasında əlaqə düsturu D1-in kvadratı üstəgəl D2-nin kvadratı 4 dənə A yox, 4 dənə A-nın kvadratıdır. Yadda saxlayın ki, üstündə kvadratlar var. Perimetrlə əlaqəlidir. Baxın, burada da perimetrlə əlaqəlidir. 2 dənə AB yox, A kvadrat, B kvadratdır. Bu rombun düsturudur. Bəs düzbucaqlı ilə kvadratda diaqonalı necə tapırıq? Düzbucaqlıda uşaqlar, baba, 3-cü düsturu, düzbucaqlı ilə kvadratda 3-cü düsturu başa salmağa çalışıram. Düzbucaqlı, bilirik ki, burası 90-dır. Diaqonalları onsuz bərabərdir. Bu düzbucağı görürsünüz. Məsələn, 5 ilə 12 olsa, bura neçə olar? 13 olar. Və ya düzbucaqlıda yenə bura 3 ilə 4 olsa, bura neçə olar? 5 olar. Yəni, buranı, diaqonalı tapanda nə edirəm? Pifaqorluyuram. Pifaqor da budur da, kök altında kvadratlar. Uşaqlar, həmişə 3-cü tərəfi tapanda demirdik ki, A kvadrat üstəgəl B kvadrat, amma tərəfin özünü tapanda kök alırdım. Çünki tərəfin kvadratı budur. Yəni, Pifaqor deyəndə həmişə bilin ki, kök altda kvadratlar cəmi nəzərdə tutulur. Bəs bunu da dedik, İndi kvadratın diaqonalından danışaq. Kvadratın tərəfləri AA-dır, 90 dərəcədir. Sizə demişdim, bərabər yanlı düzbucaqlı üçbucaqda bura neçə dərəcə olur? Kök 2 dəfə böyük olur. Uşaqlar, dərəcə yox, uzunluq olaraq. Məsələn, dedik 120 dərəcəli bərabər yanlı üçbucaqda bura kök 3 dəfə böyük olur. Amma 90 dərəcəli bərabər yanlı üçbucaqda bura kök 2 dəfə böyük olur. Yəni, A kök 2. Ona görə A kök 2-dir. Radiusların heç birindən danışmayaq. Çevrədə danışarıq. Çünki burada adiyyəti yoxdur. İndi sahələrdən danışaq. Düzbucaqlının sahəsi uşaqlar n vur uzunluqdur. Çünki uşaqlar arasındakı bucaq, gözünü kiçirdim, 90 dərəcə olduğuna görə sinus 90-da onsuz 1 alır. O biri yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Düsturlar yenə eynidir. Diaqonalları bir-birinə vururam. Sadəcə burada diaqonallar eynidir. Bu tərzdə də yaza bilərsiniz və ya onsuz eynidirsə 10 vur 10 yazın.
Yəni bilin ki, diaqonalları bir-birinə vurub 2-yə bölürəm. Yenə vururam arasındakı buzağın sinusuna. Yəni sadəcə bu üçünü öyrənsəz uşaqlar tamamilə bəs edir. Yəni bax, bunları uzatmağın qətiyyən mənası yoxdur. Heç birindən danışmayacağam. Bunların heç birindən danışmayacağam. Hətta gəlin paralelogramdan yenə danışıram. Çünki paralelogramı bilməlisiniz. Uşaqlar, sahəni tapanda ya n vur, uzunluq vur arasındakı buzağın sinusudur. Qayda budur. Ya uşaqlar, diaqonalları bir-birinə vurub arasındakı buzağın sinusuna vururam. Amma diaqonallar uzun idi deyə 2-yə bölürdüm. Ya da tərəf vur hündürlük belə. Bütün yəni bunların dördündə də ödənən sahə düsturu budur. Yaxşı mı? Bir dənə birincini əzbərləyin bəsdir. Belə, indi suallara baxaq. Birinci sual çox sadədir. Deyir, kvadratın tərəfi ilə diaqonalı arasındakı bucağı tapın. Birinci kvadratı çəkək. Kvadrat budur. Tərəfi budur. Diaqonalı da budur. Bizə bilirik ki, diaqonal tən böləndə 90-ı tən bölün. 45-45. Sizə də deyir ki, baxın, diaqonalla tərəfi arasındakı bucaq. Bu bucaq neçə dərəcə oldu? 45 dərəcə. Yəni B variantı. Baxaq 3-cü suala. Yenə diaqonal görürəmsə 45-45 bölürmü? Başlayaq. Bura bütövlükdə 45-dir, bu yanda 45-dir. Deyir, AM xətti 2 dənə BM-ə bərabərdir. Bura x yazıram. Deyir, bura 2 dəfə uzundur, yəni 2x-dir. Bura 90 dərəcədir. Onsuz kvadrat görən kimi 90-ı yazmalısınız. 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısıdır. Baxın, diaqonal 45-45 bölmüşdü. 45-in bu küncü 30-dur. Onda bura nə qalır? 15. Bizdən də həmin o bucağı istəyir. Göylə göstərəcəm. MAC bucağını istəyir. Bax, bu MAC, yəni 15 dərəcə B variantı. 5-ci sual. Perimetri 20 olan, tip bucağı 60 olan rombun, gəlin 5-cini sağda çəkək. Rombdu deyir. Perimetri 20-dirsə 4 dənə tərəfi var, eynidir. 20-ni 4-ə böləndə onda bir tərəfi 5-dir. Bir tərəf 5-dir, deyir tip bucaq 60-dır. 60-dırsa 60-ın qarşısı da 60-dır. Qonşusu 120-dir. Deyir kiçik diaqonal. Kiçik diaqonal bilirik ki, kör bucaq təpəsindən çəkilən diaqonaldır. Və biz bilirik ki, kvadratda da, rombda da diaqonal nə edir? Tən bölür. Uşaqlar dedik ki, bura 60-dırsa bura nədir? 120-dir. 120-ni tən bölün, 60-60. Burada 120-dir. Tən bölün, 60-60. İndi 60-60 nə deməkdir? Bərabər tərəfli 3 bucaq deməkdir də. 3 bucaq bərabərdir, 3 dənə tərəf də bərabərdir. Yəni tapıram ki, burada 5-dir. Bizdən də kiçik diaqonalın özünü istəyir, yəni 5. Baxın 10-cu suala. 2 dənə deyir kvadratın perimetrlərinin nisbəti 1/2-dir. Bu oxşarlıqdır uşaqlar. Gözün kvadrat kimi çəkim. Bu oxşarlıqdır. Deyir P1-in P2-yə nisbəti 1/2-dir. Biz bunu bilməliyik ki, oxşarlıqda perimetrlər nisbəti ilə tərəflər nisbətinə bərabərdir. Amma sahələr nisbəti tərəfin kvadratıdır. Bildiniz, sahə kvadrat olur, perimetr özü olur. Yazıram 1/2. Elə yəni uşaqlar, perimetrlər 1/2-dirsə, tərəflər də 1/2-dir. Anladınız mı? İndi deyir ki, kiçik tərəf 5-dir. Kiçik tərəfə, uşaqlar, baxın yazıram. A1 böl A2 5-dir. Yox, 1/2-dir. Deyir, kiçik tərəf, yəni 1 kiçikdir də, hə? Kiçik tərəf deyir 5-dirsə, bəs böyük tərəf neçədir? Onda böyük tərəf də 10-dur. Anladınız mı? Ümumiyyətlə 1/2 o deməkdir ki, ikincisi 2 dəfə böyükdür. Burada da birincisi 5-dirsə, ikincisi 2 dəfə böyük neçə olacaq? 10. Yəni, oxşarlıq bu deməkdir. Məsələn, 1/3 olsaydı, ikincisi 3 dəfə böyükdür. Bu 5-dirsə, bu da 3 dəfə böyük 15 olacaqdır. Yəni, bu qayda. 15-ci sual. Kvadratın tərəfi 5 cm-dir. Onun tərəflərinin orta nöqtələrini tərəfi 5-dir. Tərəflərinin orta nöqtələrini ardıcıl birləşdirməklə alınan dördbucaqlının perimetrini tap. Ümumiyyətlə, uşaqlar, orta nöqtə sözünü görən kimi ağlınıza niyə orta xətt gəlmir? Bilirsiniz niyə? Axı biz bilirik ki, orta xətt orta nöqtələrdən keçir. Yoxsa orta nöqtənin mənası nədir ki? Sırf o nöqtələrdən orta xətt keçir deyə.
Orta xəttdə həmişə nəyi olur? Yarısı olur. Məsələn, biz uşaqlar 15 yazırıq, 7 yazaq ki, qarışdırmayaq. Yəni biz 5-i oxuduq. 15 edirik. 5 silək. Ki, qarışmasın. Hə. Məsələn, uşaqlar, bura 10 cm-dirsə, bura onun nəyi olacaq? Yarısı. İndi görək bizə nə deyir? Bizə deyir ki, bu orta xəttləri birləşməsi, orta nöqtələri birləşdirəndə birinci bunlar orta xəttlərdir. Mən də sizə demişdim, bütün orta xəttlər çəkiləndə eyni fiquru yaradır. Yəni, bu çöldəki kvadratdırsa, uşaqlar, kvadratın orta nöqtələrinin əmələ gətirdiyi fiqur da kvadratdır. Və bizə deyir ki, diaqonal 7-dir. Bu 7-dir. 7-dirsə, bu da orta xətdirsə, yarısına bərabərdir. Baxın, uşaqlar, 7-dir. Orta xətt bunun yarısıdır da. 7-nin yarısı 3,5. Kvadratın bir tərəfi 3,5-dirsə, perimetri nədir? 4 dənə 3,5. 4-ü 3,5-ə vuranda 14 cm eləyir. Yəni, A variantı. 15-də A. 17. Perimetri 18 olan paralleloqramın xarici oblastında gəlin yazaq. Paralleloqram deyirsə, yenə AB yazın ki, ağlınızda qalsın. Burada A'dır, burada B'dir. Deyir perimetr. Perimetr 2 dənə A ilə B-nin cəmidir. Onda A ilə B-nin cəmi 9-dur. Deyir, bu paralleloqramın xarici oblastında, yəni çölündə, bax, bir dəfə də çəkirəm AB-ni. Deyir, çölündə, yəni bir də oxuyum, xarici oblastında hər tərəf üzərində bir romb qurulmuşdur. Romb da bir-iki tərəfləri bərabər olmalıdır. Bax, hər tərəfi. Bu tərəfi A-dır, deyir, bu tərəfdə bir dənə romb qurulub çölündə. Bu tərəfi B-dir, deyir, B-nin çölündə romb qurulub, yəni hər tərəfi B olan rombdur. Bu tərəfi üzərində, deyir, çölə romb qurulub, hər tərəfi A olan rombdur. Bu tərəf B-dirsə, hər tərəfi B olan romb qurulub. Bu rombların perimetri, çöldəkilərin perimetrini istəyir. Gəlin, baxaq. 4 dənə A budur, düzdür? 4 dənə A. 4 dənə B budur. 4 dənə A budur. 4 dənə də B budur. Toplayıram 8A, üstəgəl 8B. 8-i ortaq çıxarsam A üstəgəl B qalırmı? Deməli, perimetr 8 dənə A üstəgəl B-dir. A üstəgəl B-nin də 9 olduğunu bilirəm. Gətirib yerinə qoyuram. 8 vur 9 neçə eləyir? 72. Deməli, çöldəki rombların perimetrlərinin cəmi 72-dir. 19-cu sual. Bax, ən maraqlı suallardan biri budur burada. Yəni, görüb qorxmamalı olduğunuz, bütün qaydaları bilib tətbiq eləməyə bacarmalı olduğunuz 19-cu sualdır. Baxın, görün. Deyir ki, ABCD rombunda B çorbucaqdır. ABCD rombunu çəkdim. Həqiqətən də B-ni çorbucaq götürdüm. Çorbucaq təpəsindən keçən düz xətt AD tərəfini M nöqtəsində kəsir. Demir, amma bu düz xətt 90 dərəcəmi gəlib, yəni perpendikulyar fon olduğunu demir. Deyir sadəcə ABM, yəni baba bu bucaq 1K-dır, bu birisi 3K-dır. Bildiniz, bu 1K, bu da 3K-dır. Sonra deyir 2 dənə AB, 5 dənə AM-dir. Qarşılıqlı sadə ədədlər görəmsə göy qurşağı qaydası. AB 5K-dır. Baxın uşaqlar, AB-yə yazıram 5K. AM 2K-dır. Bu da uşaqlar rombdursa bütün tərəfi bərabərdir. Burada 5K-dır, burada 5K-dır. Burada cəmilikdə 5K-dırsa, burası 2K-dırsa, bura 3K qalır. Deyir perimetr AB-dir. Onda gəlin biz elə bu BD-ni birləşdirək ki, ABD alınsın ki, hələ onun perimetrini tapaq. Deyir perimetr ABD-də 35-dir. Uşaqlar, ABD-ni tapmaq üçün AB-si var, AD-si var, amma BD yoxdur. Bunu tapmalıyam. Biz demişdik, rombda diaqonal nədir? Tən bölən. K ilə 3K-nı toplayın, 4K. 4K-nı gəlin, bu xətlə tən bölək. 4K-nı tən böləndə 2K, 2K düşür. 2K-sı bura düşür uşaqlar, 4K-nı tən böləndə. 2K-sı da bu biri tərəfə, bura K-dırsa bura qalır K. Bildiniz? 2K, K, K. İndi tən bölən alındı mı? K, K görürüksə tən böləndi. Göstərəcəm hansı üç. Bu üç bucaqda, bu üç bucaqda. K, K görürəmsə tən böləndi. Tən bölənində bir dənə xassəsi var. Sol böl sol, sağ böl sağ. İndi yazırıq 5K bölünsün 2K bərabərdir. Buranı bilmirəm də. Mən buranı tapmaq istəyirəm ki, 3 dənə tərəfin perimetrini toplayıb 35-ə bərabər edeyim. Bilmirəmsə x deyirəm. X böl 3K. K'lar gedir. Çarpaz vururam. 2 dənə x bərabərdir. 3K vur 5, yəni 15K.
15-i 2-yə böləndə 7,5k. Burada tapdım ki 7,5 kaymış. Üstü bu 3 dənə bax, bir tərəf, 2 tərəf, 3 tərəf toplayıb 35-ə bərabər edirəm. 5k, 7k, 7,5k. Burada 5k'dır. Toplayıb 35-ə bərabər edirəm. 17,5k 35-dirsə, onda k'nın biri 2-dir. Və bizdən BD-ni istəyir. BD bu tərəfdir. Yəni 7,5k olan. K'nı tapdıq ki 2-dir. 7,5-i 2-yə vuranda 15 sm. 15 sm alıram. Baxaq 25-ci suala. Deyir ki, uşaqlar, kvadratlı Y nöqtəsi filan verilib, AC diaqonalı üzərində, YP perpendikulyardır. Bu söhbətləri dəqiq oxuyun, onların xeyri olur sizə. Yəni, çox işinizi asanlaşdırır. Kvadratdırsa bir tərəf 16-dırsa, onda hər tərəf 16-dır. Hər tərəf 16-dır. YP deyir, bu uzanan xət YK-dan 3 dəfə böyükdür. Ona görə bura X, özdə YK-nı istəyirdi ya, YK-ya X deyirəm, bura 3 dəfə böyük 3X deyirəm. Uşaqlar, 3X-in qabağı da 3X-dirmi? Bura 3X-dirsə, burada 3X-dir. Hə, artıq xassə bilməlisiniz. Kvadratda bu tən bölən 45-45 bölmürdü. Bura 45 yazsaydınız həll olunacaqdı. İstəyirsiniz, mən sizə bu tərəfdə böyüyün çəkim. Burada balaca çəkilib. Bundan böyük çəkməyə çalışacağım ki, görə biləsiniz. Belə bir kvadratdır. Diaqonalın bu hissəsinin 45 olduğunu bilirsiniz də. 45-45 bölür çünki. Və belə bir də bir şey verib. Uşaqlar, bura 90-dırsa, bura 90-dırsa, paralel köçürülübsə, bura da 90-dır. Onda bu da 90-dır. 90-45-dirsə, bura da 45-dir. Şəkilə baxın, uşaqlar, bu hissəni başa salırdım. 90-dır, bura 45, bura 45. Bucaqlar bərabərdirsə, yan tərəflər də bərabərdirmi? Buranı x vermişiksə, burada x-dirmi? Burada 3x idisə, qabağı da 3x-dirmi? İndi bura baxın, görün. Bu sağ tərəf alındı x-la 3x. Bildiniz? X-la 3x. Və ora neçədir? Görün, burada böyüdə bilərik uşaqlar. Sağ tərəfi aldım ki, x-la 3x və biz bilirik ki, kvadratın tərəfi 16 cm idi. X-la 3x-i toplayıb 16 cm-ə bərabər edirəm. 4x 16-dırsa, x-in biri 4-dür. Bizdən də elə YK-nı istəyir, yəni x-i 4 cm. Maraqlı sual idi. İndi baxaq 27-ci sual. Biraz kiçildək. Deyir OCD 60 dərəcədir görürük. Cəmi axı, uşaqlar, düz bucaq 90 olurdu. Onda burası 30-dur mu? Burada 90-dır, burada 30-dur və s. Yəni bunları yazın ki, işiniz rahatlaşsın. BY AC-yə perpendikulyardır deyir, yazdıq. OY 4-dür deyir, bura 4-dür deyir. Və deyir ki, AC-ni tapın. Uşaqlar, sizə bir qayda demişdim. Əlimə baxın, görün. Düz bucaqlıda diaqonallar bir-birinə bərabər olur və üstəlik yarı da bölünürlərsə, deməli bu hissə bərabər yanlı üçbucaq olur. Yaxşımı? Uşaqlar, 30 bərabər yanlı olursa, uşaqlar, demək istədim, yenə deyim. Bərabər yanlı olursa, bura 60-dırsa, burada 60 olurmu? Bərabər yanlıdır axı. Onda yan bucaqlar bərabərdir. 60, 60, 120, 180-dən 120-nin çıxın, burada 60 olurmu? Onda hətta bərabər tərəfli olur. Uşaqlar, baxın, 60, 60, 60 bərabər tərəfli oldu. Onda bu da bərabər tərəflidir. Bərabər tərəfli, bildiniz də, bu qara, sol tərəfdəkindən danışıram. Bu da bərabər tərəflidirsə, bərabər tərəfli üçbucaqda hündürlük həm də median idi, həm də tənbölən idi axı. Mediandırsa, yəni qırmızı ilə göstərim. Yəni hündürlük həm də mediandırsa, yəni sağ tərəfi 4 bölübsə, burada 4-dür. İndi bir dəqiqə, diaqonallar kəsişəndə yarı bölünür axı. Sağ tərəfdə baxıram. Uşaqlar, 4 ilə 4-ü toplayın, 8. Bura 8-dirsə, burada 8-dir. Axı, diaqonallar kəsişəndə yarı bölünür. Uşaqlar, bura qədəri 8-dirsə, bura qədəri də 8-dir. Onda AC-ni tapın. 8 ilə 8-i toplayın, 16. Aydındırmı? 4 ilə 4 8 edir. Bu da yarı bölünür. Bura 8-dirsə, burada 8-dir, 16 edir. 27-də tapdım ki, 16-dır. 31. Dediyim kimi çox diqqətli. Bir də bu bərabər yan söhbətindən tutmalıydınız ki, 60, 60, 60 alınır təsadüfdən. 31. 31 görək nəyə gəlib çıxacaq. Deyir, ABCD rombunda BC
4 kök 6, 6 böl 3'dür. BAD 60'dır. Bura 60'dırsa bilməliyik ki, bura 120'dir. Bura da 120'dir. Burada 60'dır. KSD 15'dir. Bura 15'dir. 120, 15, 135, 180-dən 135-i çıxın. Bilirsiniz də axı uşaqlar, üçbucağın daxili bucaqların cəmi. Elə burada 45 dərəcə, 180 dərəcə eləməlidir. Burada 45 qalır. Deyir, SK-nı tapın. O, bu tərəfi tapın. Necəsə tapmalısınız SK-nı. Yox, uşaqlar, SK deyil, mən KD-yə qoydum. Və baxın, görüm, SK-nı tapın deyir, tapaq da. Rahat sualdır. Yəni, qorxmayın, gözünüzü qorxutmayın. 45, bu 45-dir. Uşaqlar, bucağın qarşısındakı bir neçə çoxlu bucaqlar görürsünüz. Burada 4 kök 6 böl 3. Uşaqlar, rombun bir tərəfi 4 kök 6 böl 3, sol biri tərəfləri də 4 kök 6 böl 3'dür. İndi burada bir şey yazacağım, yadınıza düşəcək. Çoxlu bucaq görürsünüzsə hansı teorem idi? Sinuslar teoremi. Yəni, baxın, bu 45'in qarşısındakı tərəf 4 kök 6'ba yazıram. A böl sinus alfa. Tərəf bölünsün qarşısındakı bucağın sinusu. Bərabər də o biri tərəf bölünsün qarşısındakı bucağın sinusu. Tərəf 4 kök 6 böl 3'dür. Qarşısındakı bucaq nə durub? 45. Sinus 45. Bizdən soruşulan, həmişə birinci soruşulan yazmalıydınız. X. X-in qabağındakı bucaq nədir? 120. Sinus 120. Aha, həll edək. Sinus 45'də alır. Uşaqlar, kök 2 böl 2. Sinus 120 həmişə qonşusunu yazın uşaqlar. Sinus 60 deməkdir elə. Qonşu bucaqların sinusu bərabərdir. Sinus 60'da da alır kök 3 böl 2. Bərabərin hər tərəfindən eyni olanları ixtisar eləyək. Qalır 4 kök 6 3 böl 2. Kök 2. Uşaqlar, kök 6 kök 2'yə bölünür də. Kök 3 qalır. Bax yazıram. Kök 6'nı kök 2'yə böləndə kök 3 qalır. Böl 3 bərabərdir x böl kök 3. Belə bir şey görəndə çarpaz vururuq da kəsir görəndə. Alınır 3 dənə x bərabərdir 4 kök 3 vur kök 3. Eyni kökü bir-birinə vuranda elə ədədin özü eləyir. Bərabərin hər tərəfindən eynilər ixtisar gedir 4 qalır. Bildinizmi? Yəni x-i tapdıq 4. Bu da eyni kökə vurmağı əzbər bilməlisiniz. Eyni kökə vuranda özü eləyir. 33'ə də baxaq. Maraqlı sualdır. Bir də 38'ə baxacaq. 33. Deyir ki, uşaqlar, B bucağı 120 dərəcədir. Onda iti bucağımız 60 dərəcədir. AM, bura. KS-yə bərabərdir, bura bərabərdir. Onlar da MB-nin yarısıdır. Onda MB-yə 2x deyək, bunları da x deyək də deyir yarısıdır. Bildinizmi? Rombdur deyə uşaqlar bir tərəfi 3x-dir, o biri tərəflər də 3x-dir. 3x-dan x-i çıxanda bura qalır ki 2x-dir, bura da 3x-dir. Deyir MK, buranı da verib ki 3 kök 6'da 13'dür. Hə, uşaqlar, buna uyğun son zamanlar dəhşət çox düşür. Sizə maili xət verib və yuxarıda 3x verib. Nə əlaqə? Biz onu sürüşdürüb burada gətirib bir fiqur yarada bilərikmi? Siz paralel köçürməni tətbiqini bacarmalısınız. Paralel köçür. Uşaqlar, 3x aşağı köçürtdüm. Bura 3x yazdım. Biz bu düz elə sağında çəkəcəm ki, görəsiniz. Uşaqlar, bura x-dırsa qabağı da x-dırmı? Yəni, bu x-in burası da x-dir. Və cəmi 2x idisə bura qədər. Burası x-dırsa bura x qaldı mı? Bildiniz necə? 2x-i 2-dən yerə böldü də bu xət. X. İndi buradan 3 bucaq aldım və 3 bucağın görmək olur. Paralel köçürmüşəm axı. Bura 120-dirsə uşaqlar. Paralel köçürmüşəmsə bunun aşağısı da 120-dir. Paralel köçürülmüş xəttlərdir. Bura 120-dirsə o 120-ni aşağı köçürmüşəm. 120-dir. İndi gəlin o şəkli qıraqda çəkim. 33-ün sırf o 3 bucaq olan hissəsini bura çəkirəm uşaqlar. Bura 120 dərəcədir. Bura x-dir, bura 3x-dir, bura 3 kök 6'da 13'dür. İndi də yenə teoremdir. Uşaqlar, bir bucaq veriləndə, çoxlu tərəf veriləndə nə idi? Kosinuslar teoremi. Kosinus teoremində bayaq təsadüfən yazmışdıq. C kvadrat nə idi? A kvadrat, B kvadrat, minus 2AB kosinus alfa. Həmişə də tərəfin qarşısında durandan, bucağın qarşısında duran tərəfdən söhbət gedir. 3'ün kvadratı 9, kök 6'da 13'ün kvadratı 13.
A-nın kvadratı x-in kvadratı, B-nin kvadratı 3x-in kvadratı, yəni 9-dan x kvadrat. 2 vurulsun A-dan B, yəni x-dan 3x. Vurulsun kosinus 120. Həll edək. 9-u 13-ə vuranda 9, 27, 2 adda 117. 10 dənə x-in kvadratı çıxılsın. Uşaqlar, həmişə vurmalar bir yerdə əllə olunur da. 6x-in kvadratı vurulsun kosinus 120. Kosinusda da 120-ni silib, 180-dən 120-ni çıxın 60 yazıram. Amma kosinus həmişə mənfisinə vurulur. Yəni kosinus bunu şeydə keçəcəyik, trigonometriyada keçəcəyik. Kosinus 120 dərəcədə mənfidir deyə, mənfini mənfiyə vuranda nə olur? Üstəgəl. Yəni bu işarə dəyişib olur, üstəgəl. Sinus həmişə qonşu bucaq, başqa sol tərəfdə yazıram. Sinuslar qonşu bucaqlar bir-birinə bərabərdir. Sinus 120 sinus 60-a bərabərdir. Amma kosinusda qonşu bucaqlar mənfisinə bərabərdir. Ona görə mənfiyə vurdum uşaqlar. Kosinus 60-da sinus 30-da aldığını alır, yəni 2-də 1 alır. 117 bərabərdir 10x-in kvadratı üstə gəl. 6-nı 2-yə bölün 3x-in kvadratı. 13x-in kvadratı 117-dirsə, 117-ni 13-ə böləndə 9. Nəyin kvadratı 9-dur? Müsbət 3-lə mənfi 3-ün. Təbii ki, tərəf mənfi 3 ola bilməz, müsbət 3-ü götürürəm. Bizə deyir, rombun perimetrini tap. Rombun bir tərəfi 3x idisə, onda 4 tərəfi də 3x-dir. 4 vur 3x eləyir 12 dənə x. X-i də tapmışıq ki, 3-dür. 12 vur 3, 36. Deməli, rombun perimetri nəymiş? 36. Diqqətli olun. Sonuncu sualımıza baxırıq. 38-ci sual. Görək, bu nə maraqlı sualdır. Deyir, ABCD kvadratında ADM bucağı, ADM bu bucaq. MDC bucağına bərabərdir. Hə, onsuz 45-45 yəni bölüb. 45-45 bölübsə, onda bu diagonaldır da. Axı biz demişdik ki, diagonal, baxın, uşaqlar, qara ilə hətta çəkəcəm ki, əmin olun ki, bu diagonaldır. Diagonal yarı bölürdü də. Başqa heç bir xət yarı bölmür. Diagonaldırsa yarı bölür. Çünki diagonal tən böləndir kvadratda. Deyir ki, MK KD-yə perpendikulyardır. MD bu isə 11 kök 2-dir. AK 6-dır. BK-nı tapın. Buranı da bizdən istəyir. İncə dedik, 45-45 bölürsə, burada 45-dirmi? 90-ın qonşusu da 90-dırmı? 90, 45, 45. Onda burada 45-dirmi? Bizdən BK-nı istəyir. Əslində 45-45 görəmsə x deyə bilərəm. Gəlin baxışıq, bərabər yanlıdır da, AA da hətta deyə bilərəm. Necə istəyirsiniz? AA deyim. Burada kök 2 dəfə böyük olur. Gəlin x deyib özümüzü çaşdırmayaq. 45 dərəcəli bildiniz də, düz bərabər yanlı düz bucaqlı üç bucaqda AA, bura kök 2 dəfə böyük olur, A kök 2 olur. Belə. İndi bir dənə baxın görün. Bura nə alındı? 6 dənə A üstəgəl kök 2. Bu da kvadratdırsa, onda bu tərəfi də eyni uzunluqdadır da. 6 üstəgəl A kök 2. Biz də bilirik ki, düz bucaqlı üç bucaqda hansı teorem ödənir və yaxud da düz bucaq heç teoremin dərinliyinə elə girməyək. Yox, Pifaqor teoreminin dərinliyinə girməyək. Düz bucaq kvadratda uşaqlar, bura x olanda, bura x kök 2 olmur. Yəni, bura kök 2 dəfə böyük olur. Göylə göstərəcəm. Bunu demək istəyirəm. Bura kök 2 dəfə böyük olur. Tərəf indi özümüz hesabladıq da. Tərəfimiz 6 üstəgəl A kök 2-lərdir. Onda bura nə olacaq? Kök 2 dəfə böyük olacaq. Yazıram. 6 üstəgəl A kök 2 vur kök 2. Kök 2 dəfə böyük olacaq. Amma biz orada tapmışıq ki, nədir? A üstəgəl 11 kök 2-dir. Bərabər edəcəm də. 6-nı kök 2-yə vuranda uşaqlar 6 dənə kök 2. A kök 2-ni kök 2-yə vuranda A vur 2. Bərabərdir A üstəgəl 11 dənə kök 2. Kökləri bir tərəfə yığıram. Burada qalır 2A çıx A. Eləyir 1 dənə A. 11 dənə kök 2-dən 6 dənə kök 2-ni çıxanda 5 dənə kök 2. A-nı tapdıq ki, 5 kök 2-dir. Bizdən BK-nı istəyir. BK-ya şəkildə baxın. A kök 2-dir. Yəni 5 dənə kök 2-ni kök 2-yə vuranda, bu da 2 eləyir. 5-i 2-yə vuranda 10. Yəni BK 10 cm-ymiş. Belə, yəni uşaqlar, bu tip sualları kvadrat, romb, parallelogram, heç bir fərq yoxdur, düz bucaqlı, mütləq xassələri bilməlisən. Məsələn, bilən kimi ki, tən böləndə 45-45, sonra 90 qaydalarını əzbər bilməlisiniz. Ona görə deyirəm, düz bucaqlı, üç bucaq həmişə istifadə olunur. Diqqətli olsanız yaza bilərsiniz. Uğurlar.